Demək, məsələmizdə AB məntəqələri arasında məsafə 25 santimetrdir. 25 santimetr və miqyasımız 1/10 mindir. Bu məntəqələr arasındakı həqiqi məsafəni istəyir və kilometrlə istəyir. Onun üçün biz miqyasdan bilirsiniz, kilometri çıxarmaq üçün kəmiyyəti kilometrlə ifadə etmək üçün 5 sıfır silirdik. Burada isə 5 sıfır yoxdur. O zaman nə edirdik? 4 sıfırı silirik. 1 sıfırımız çatışmadığından burada virgül atıb 0,1 şəklində ifadə edəcək. Yəni 1 santimetrə bərabər olacaq 0,1 kilometr. 1 santimetr 0,1 kilometrdirsə 25 santimetr nə qədər olar? Demək 25-i 0,1-ə vurmalıyıq. Bu da edər 2,5 kilometr. C variantı. İkinci məsələdə 1/600.000 miqyaslı xəritədə uzunluğu 7 cm, eni 3 cm olan ərazinin həqiqi sahəsini tapın. Həqiqi sahəni tapırıqsa, birinci xəritə üzərindəki sahəni tapaq. Yəni bu düzbucaqlı şəklində olan bir belə deyək ki, ərazidir. 7 uzunluğu 3 eni. Düzbucaqlının sahəsini tapmaq üçün nə edirdik? Eninin uzunluğuna vururduq. 3 vurulsun 7. Bərabərdir 21 kvadrat santimetr. Və bizə miqyas verilibdir 1/600.000. Bu zaman altından yanındakı 5 sıfırı silirəm. Kilometrə çevirmək üçün və olur 1 santimetrdə 6 kilometr. Və mən sahə hesabladığımdan mütləq bu hər iki hissəni kvadrata yüksəltməliyəm. Hər iki hissəsini kvadrata yüksəldirik. Deməli, 1 kvadrat santimetrə 36 kvadrat kilometr düşürsəm, bizim də xəritədəki sahəmiz 21 idi. Santimetri santimetrin altından yazırıq 21 kvadrat santimetrə x düşər. Tənasibi həll edirik və buradan müəyyən edirik ki, x bərabərdir 756 kvadrat kilometrə. Yəni A variantı.